Herkese salam dostlar. Bugün sizlerle bir yerde yeni bir kitap okuyacağız. Bizim yeni kitabımızın adı Arı Balası Maya'dır. Bu şekilde. Ben üstünü çok beğendim. Çok şirin şekiller var. Arkası ise bu şekillerdir. Ben bu kitabı Zekadan almışam. Qiyməti isə 4 manatadır. Bu kitabı Valdemar Bonzes yazıb və bu kitablar fantastik kitablardır. Mən detektivlərdən çox fantastik kitablar oxumağı çox sevirəm. Çünki detektiv kitablar daha qədimi, daha bədii gəlir mənə. Ona görə də ən çox fantastik kitablar oxumağı sevirəm. Bu kitab macera ədəbiyyatıdır. Yəni macera ədəbiyyatının adından da bəlli kimi fantastik kitabdır. Və kitab 8 yaş üstüdür. Kim ki bu kitabı alır, 8 yaş üstü arxasında oxuyun. Çünki 8 yaşdan üstü. Məsələn, mənim 10 yaşım var, mən oxuya bilərəm. Sadəcə, mən dedim ki, bu kitabı oxuyandan sonra zaten mən bir kitabı bir aya bitirirəm. Oxuyandan sonra bacıma da verərəm. Çünki çox şirindir, ayağıma görə də tam. Amma arxasındakı 8 üstünü görəndə, yəni çünki bacımın 7 yaşı var. Ona görə dedim, onda 9 və yaxud 8 yaşı olanını ona verərəm. Kitabı oxuyar. Zaten 8 yaşında olmağa çox az qaldı. Səhv etmirəmsə ya iyunda ya da iyuldadır günü. Məncə iyundadır. O da oxuyar. Mən çox bəyənəcəm. Bunu görünüşündən də anlayıram və içində çok güzel yazılır. Bakın, çok güzel yazılır. İndi bunun arkasındaki yazını sizlere okuyayım. Valdemar Bonzes 1880-1952 ve onun arı balası Maya'sı. Almanya'da Valdemar Bonzes 1880-ci ildə Hamburg yaxınlığında anadan olmuşdur. Təbiətşünas və səyyah Bonzes Avropanı gəzmiş, Misirdə, Hindistanda olmuş, 2 dünya müharibəsi görmüş, Almaniyaya gedən bir sıra tarixi və mədəni proseslərdə iştirak etmişdir. Onun Hindistana səyahət, Eros və İncil, Allah və təbiət insan qəlbində kimi məsələləri vardır. Valdemar Bonzes'e böyük şöhrət qazandıran əsəri Arı Balası Maya'nın maceraları 1912-ci il